var. Birinci metodik vəsaitindən danışacağım sizlə. Sonra nümunəni təqdim edəcəm və bir də nümunəmiz var ki, şablon bir artinin təqdim etdiyi nümunədir. Onun üzərindən gedəcəyik. Hər bir müəllimin, baxım görüm hər kəs dərsdədir bir dəqiqə. Demək olar ki, hər kəs dərsdədir və bu dərsimiz qızıl bir dərs olacaq. Hər kəs üçün yəni önəmli faktor daşıyır. Deməli müəllimlər, bu mövzumuzda metodik vəsaitdən necə istifadə edirik? Yəni, hər bir müəllim əslində metodik vəsaiti qoyar qarşısına. Məsələn, 8-ci sinifin filan mövzusu, 8-ci sinif metodik Müəllim, vəsaiti yükləyər telefonuna. Bəli. var mənim bir dənə söz. Mən ekran kaydını götürürəm, deyir ki, nəsə məxfili zad olur, səs yazı düşməyəcək deyir mənə. Mənə elə çıxdır. Saytdən. Məsələn, 8-ci sinif Azərbaycan dili müəllimi də 8-ci sinifin mövzusudur. Mübtəda və xəbərin yerləşməsi və yaxud da ki, digər indi təhlili ilə bağlı ola bilər. İndi mövzular verilir sizin üçün orada. O mövzulara müvafiq olaraq siz icmal hazırlamalısınız. Endiririk 8-ci sinif metodik vəsaiti. Mövzunu tapırıq orada. Baxın, mövzunu tapırıq orada. Məsələn, bu 4-cü sinifdir. İbtidai sinif müəllimlərinin 4-cü sinfidir. Mövzu dostluğun gücüdür. Səhifə 13-ü açıram məsəl üçün. Bu mənim metodik vəsaitimdir. Vaxtında mənim qoşulmur, dərsə mane olur. Eyb yox. Baxın, 4-cü sinif metodik vəsaitdir bu. Bunu internetdən siz yükləyə bilərsiniz. Baxın, metodik vəsaitim. İnternetdən yükləyə bilirsiniz. Neçənci sinif istəyirsinizsə var, hazır var. Yükləyəndən sonra baxın, burada giriş hissə var, dərslərin adları, baxın, mövzularımız var. Görürsünüzmü? Məsələn, indi deyək ki, ibtidai sinif müəllimi üçün Azərbaycan dilindən mövzu düşüb dostluğun gücü. Baxın, müəllimlər, metodik vəsaitdə səhifə 13-ü açsam, baxın indi. Dəqiqə, səhifə 13-ü açsam, görək hanı 13. Dəqiqə, baxaq, dostluğun gücü. Hanı mövzumuz? Aysel müəllim, amma tarixçilər üçün yoxdur deyəsən, hə? Ancaq bu ibtidaiilər üçündür. Belə vəsait. Müəllim, eşidirsiniz məni? Bəli, Bütün bəli, fənn deyim. müəllimi üçün metodik vəsait var. Sadəcə mən bunun üzərindən izah edirəm. Aydındır. Alarıq onda. Almağa ehtiyac yoxdur. İnternetdən yükləyirsiniz. Xüsusi olaraq Google vasitəsilə internetdən yükləyəcəksiniz. Məsələn, dostluğun gücü. Mövzunu tapdım. Düzdür? Mövzunu tapdım. Burada baxın, təlim məqsədləri var. Standart var. 2-2-2. Standartımdır. Standartın açıqlamasında, məqsəd formasında burada verib. Bədii mətndəki obrazları, hadisələri, zaman və məkan müəyyənləşdirir. İndi deyəcəksiniz ki, müəllim, burada hazır verib. Bəli, götürün, ikisini reallaşdırın, yazın, icmalınızı yazın. Yazacaqsınız standart 2-2-2, sonra digər standart seçərsiniz 1-1-2. 1-1-2-nin açıqlaması dinlədiyi fikirlə bağlı mövqeyini şərh edir. 2-2-2-nin açıqlaması bədii mətndəki obrazları, hadisələri, zaman və məkan müəyyənləşdirərək, indi burada nədirsə onun məkanı müəyyənləşdirir. Sonra baxın, müəllimlər, standarta uyğun dərslər var burada, tapşırıqlar var. 2-2-ni seçən müəllim tapşırıq B-ni seçməlidir ki, mətnin bitkin hissələri ardıcıl nəql olunduqdan sonra şagirdlər tapşırıqda qoyulmuş faktoloji suallara cavablandırırlar. Bununla mətndə baş verən hadisələri qavradıqlarını nümayiş etdirirlər. Belə bir göstəricisi var. Sonra burada meyar var. Mən birincini seçdim, bir də sonuncunu standartlardan. Birinci məqsədim belə idi. Bədii mətndəki obrazları, hadisələri, zaman və məkanı müəyyənləşdirir. Burada meyar var. Mətn üzrə faktoloji sualları cavablandırır. İndi bu mənim birinci meyarım. İkinci meyarım dinlədiyi fikirlə bağlı mövqeyini şərh edir. Bu da ikinci meyarımdır. Çünki hər standartın öz meyarı olacaq. Məqsədi və meyarı olacaq. Baxın, bu artıq dərsin planını qurmağa kömək edəcək bizə. Burada neçə standart varsa hamısını reallaşdırmaq məcburiyyətində deyilsiniz. Qayıdıram metodik vəsaitin ilk hissəsinə. Baxın. Bir dəqiqə. Bura. Baxın, müəllimlər, Azərbaycan dilinin, indi mən Azərbaycan dilinin üzərindən gedirəm. İndi hansını istəyirsiniz deyirsiniz, mən indi yükləyərəm sizin üçün onu. Bir yerdə onu yenidən hazırlayarıq. Dinləyib anlama və danışma birinci məzmun xətti. Baxın, oxu ikinci məzmun xətti. Yazı üçüncü məzmun xətti. 4 dil qaydaları olacaq. Baxın, dil qaydaları. Mən əgər orada indi seçdim 2-2-2. O 2-2 standartını oxudan, baxın burada görəcəm.
Baxın 2-2-2. Açıq şəkildə ifadə olunmuş informasiyanı mənimsədiyi nümayiş etdirir standartından çıxartdım məqsəd. Bədii mətndə hadisələrin, epizodların ardıcıllığını müəyyən edir. İndi o dərsə uyğun olaraq orada məqsədin açıqlamasını vermişdi bizə hazır şəkildə. Yəni pilot layihə vəsaitlərdə artıq müəllim heç məqsəd də çıxartmağına ehtiyac qalmır. Bizə hazır materialı verir. Aydındır? Yəni baxın indi müəllimlər. Burada birinci məzmun xətti dinləyib anlama və danışmadır. 1-1-1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 1-1-in alt standartları 1-1-1, 1-1-2 formasında getdi. Gördünüz? Sonra bu standart reallaşandan sonra, yəni əsas standartdır bu 1-1-1. 1-2 əsas standartdır. Artıq 1-1 standartı formalaşıb 1-2-yə keçib. Yəni bunun önəmi yoxdur. Bizim üçün lazım olan birinci yerdə duran ədəddir, bir də alt standartlardır. Vəssalam. Aydındır. Deməli, mən dərsi reallaşdıran zaman baxacam ki, baxın indi burada da qeydə alınıb. Dostluğun gücü mətni. Deyək ki, dostluğun gücü adlı bir mövzudur. Birinci dərsdə məqsəd 2-2-ni götür. Alt standart olaraq 2-2-ni götürdüm. Metodik vəsaitdə qayıdıb yuxarı hissədə 2-2-nin açıqlamasını yaza bilərəm, alt standartın açıqlamasını. Və həmən açıqlamadan çıxan məqsəddə yazaram ki, bədii mətndəki obrazları, hadisələri, zaman və məkanı müəyyənləşdirir. Bir məqsəd. Digər standartı seçsəm, məsələn 2-1-2, bunun təbii ki, açıqlaması yuxarıda verilib. Ki, 2-1-2, gəlin qaydaq yuxarı. Hər dəfə çevirəndə adam gözü qaçır, bir dəqiqə. 2-1-2. Düzdür. Burada verib 2-1-2-nin açıqlanması necə olur? 2-1-2, hanı? 2-1-2. Baxın, söz və ifadələrin həqiqi və məcazi mənalarını fərqləndirir. Bu şablon bir standartdır. Alt standartdır. Bir şablon alt standartdır. Və bu standartdan çıxan məqsəd dərsin mövzusuna uyğun olacaq. Baxın, sözün həqiqi və məcazi mənaları arasındakı bağlılığı müəyyən edir. Gördünüz? Standart 2-1-2 standartından məqsəd çıxarılıb. Pilot layihədə hazır verilir məqsəd. Burada mövzuya yönəlmə var. Atalar sözünün şərhi. Məsələn, deyəcəksiniz ki, mən mövzuya yönəlmək üçün, şagirdləri dərsə cəlb etmək üçün atalar sözündən istifadə edirəm. Uşaqlar mövzunu şərh edir, yəni atalar sözünü. Sonra söz ehtiyatına ehtiyac yoxdur, oxuyub qavramaya ehtiyac yoxdur. Dinləyib danışmaq, burada iş üsulu kimi debat yaza bilərsiniz. Formativ qiymətləndirmə artıq sonda olan meyarlarla ölçüləcək. Bunu qeyd etməyə ehtiyac yoxdur, amma qiymətləndirmə meyarları yazılmalıdır. Burada pilot layihələrdə olan materiallarda, yəni metodik vəsaitlərdə dərsin A-dan Z-yə qədər olan gedişatı tamamilə yəni təqdim olunur. Baxın, şagirdlər mövzuya yönəlmək üçün müəllim tapşırıq A-nı verir ki, şagirdlər verilmiş atalar sözünün mənasını izah etsinlər, həyatlarından misallar gətirsinlər, doğruluğunu sübut etməyə çalışsınlar, motivasiya yaratdı. Sonra uşaqlarla oxu həyata keçirəcəm. İkinci məzmun xətti oxudur. Ona görə mən 2-2 alt standartını seçmişəm. Oxu zamanı uşaq nə edəcək? Baxın, hara getdi bu? Uşaqları qruplarla oxutacaqsınız. Müəllim şagirdləri qruplara ayırır. Demək, iş forması qruplardır. Hər qrupda mətnin bitkin bir hissəsini oxumağı tapşırır. Mətnin bitkin hissələri dostlar məktəbə gələrkən, tənəffüs vaxtı, dərs zamanı artıq dərsin gedişatıdır. Bu sizin üçün maraqsız olacaq bu hissə. Sonra baxın, burada 2-1-2 standartı formalaşdırmışdıq. Hardadır? İndi elə bir standart var, görək burada. İndi burada digər mövcud olan standartları qeyd edək də. Məsələn, 2-2-3. 2-2-3 standartına aid olan tapşırıq var burada. Baxın, əgər seçmiş olsaq, biz şagirdlərə bu tapşırığı da icra etdirməliyik ki, görək məqsədə nə dərəcədə çatdıq. Məsələn, 2-2-3 standartı əsərdəki obrazları səciyyələndirməklə bağlıdır. Müəllim tapşırıq verir cütlərlə ki, şagirdlər mətn hissələrinin məzmununa uyğun başlıqlarla adlandırsınlar. Müəllim şagirdlərə kömək məqsədilə istiqamət verir ki, birinci yarım başlıq, çalışqan Arif, tənbəl Vaqif. Baxın, həqiqətən də obrazları səciyyələndirəcək. İkinci yarım başlıq Vaqifin məsuliyyətsizliyi. Üçüncü yarım başlıq çətin vəziyyət və məsuliyyətsizliyin nəticəsi. Burada yazılacaq da, indi siz bunu Azərbaycan dili müəllimi artıq daha yaxşı bilir ki, mən nədən danışıram. Yəni, seçdiyimiz alt standart
alt standartdan məqsəd çıxarılır. Məqsədə müvafiq tapşırıqlar qeydə alınır. Tapşırıqları qiymətləndirəcək, yəni məqsədimizə çata bilib bilmədiyimizi yoxlayacaq qiymətləndirmə meyarları təqdim olunur. Və qiymətləndirmə meyarları necə olacaq müəllimlər? Lövhə görünür sizin üçün. Bəli. Bəli, Əla. bəli. Burada lövhədə, məsələn, mən sonuncu dinlədiyi fikirlə bağlı mövqeyini şərh edir meyarını götürdüm. Və bu meyar 4 səviyyə üzrə müəyyənləşəcək. Birinci səviyyə qeyri-kafidir, yəni kal olan uşaqlar, çox zəif olan uşaqlar. Deyəcək ki, dinlədiyi fikirlə bağlı mövqeyini çətinliklə şərh edir. Bu qeyri-kafi birinci səviyyədir. İkinci səviyyə, dinlədiyi fikirlə bağlı mövqeyini müəllimin köməyi ilə şərh edir. İkinci səviyyə üzrə. Üçüncü səviyyə, dinlədiyi fikirlə bağlı mövqeyini yaxşı şərh edir. Dördüncü səviyyə, dinlədiyi fikirlə bağlı mövqeyini asanlıqla şərh edir. Fikir verdiniz, qiymətləndirmə meyarını seçmək hələ hər şey demək deyil. Hətta 4 səviyyəyə bölməliyik ki, görək bu meyar üzrə nə dərəcədə cavab verir. Aydındır? Aha. İndi gəlin qaydaq digər bir göstəriciyə. Bu mənim vəsaitlərimdən biridir. Mən bu formada hazırlayıb, həftəlik hazırlayıram. Məndə ibtidai sinifdir, sinif olaraq. Baxın, Azərbaycan dili 5 günlüyü əhatə edib. Həftənin sonu hazırlayıram, ta ki bir həftəlik. Sonra riyaziyyatdır. Baxın, indi gələcək riyaziyyat. Görüm, hanı riyaziyyat? Hə, riyaziyyat. Görürsünüz? Riyaziyyat. İndi həftə ərzində həyat bilgisi varsa, həyat bilgisinə aid olan icmaldır bu. Sonra texnologiyaya aid olan icmaldır bu. Sonra müəllimlər, musiqiyə aid olan. Əslində, ibtidai sinif müəllimlərinin vəzifə göstərici daha çətindir, sizə deyim. Və sonra fiziki tərbiyəyə aid olan göstərici var. İndi demək olar ki, burada musiqiçi də var. Düzdür? Hara getdi bu? Musiqiçi də var. Fiziki tərbiyə müəllimi də var. İndi mən bunun üzərindən izah edəcəm. Ona görə sizinlə olan dərsim rahat alınır. Niyə? Çünki bütün fənləri mən həyata keçirirəm və bilirəm ki, söhbət nədən gedir. İndi baxın, fiziki tərbiyə üzrə mən icmal hazırlamışam. 2-ci sinif üzrə. Mövzum belədir. Baxın, birinci alt standartı müəyyənləşdirirəm. İndi metodik vəsaitim burada yoxdur. Açıb onu sizə göstərə bilmirəm. Metodik vəsaitdə elə fiziki tərbiyənin biz neçə məzmun xəttini demişdik müəllimlər. Yəni bu hamısı sinifdə belədir. 1-ci sinifdən 11-ci sinifə qədər belədir. Yəni bir ibtidai sinif müəllimi bütün fənləri demək olar ki, bilir. Deyin görün fiziki tərbiyənin məzmun xəttlərini. 4 məzmun xətti var. İnformasiya nəzər bilişlər, hərki vərdişlər, hərki qabiliyyətlər, şəxsiyyət mənəviyyəli xüsusiyyətləri. Aha, demək ikinci məzmun xətti nə oldu? Bacarıq və vərdiş. Aha, üçüncü məzmun xətti nə oldu? Hərəkçi qabiliyyət. Hərəkət qabiliyyətlər. Hərəkçi qabiliyyətlər. Baxın indi müəllimlər, burada bir göstərici var. Mən 2 standartı götürmüşəm. Mövzu çeviklik qabiliyyətidir. Məqsədim belə olur. Çevikliyi təkmilləşdirən oyunlarda iştirak edir. Belə bir məqsəd müəyyənləşdirmişəm. Və bir qiymətləndirmə meyarı çıxarmışam. İndi burada 2-2-1 standartı üçün bunu reallaşdırmışam. 3-1-1-i elə qeyd etməmişəm. Digər materialdadır. Demək, burada çevikliyi təkmilləşdirən oyunlarda iştirak edir. İkinci məzmun xətti üzrə və bu məqsəddən çıxan meyarım da belə olub ki, uyğun hərəkətləri yerinə yetirir. İş formasını kollektiv yazmışam. İnteqrasiyanı fəndaxili fənüstü yazmışam. İş üsulunu beyin həmləsi müzakirə qeyd etmişəm. Çünki çeviklik qabiliyyəti üçün nələri necə etməliyik, oyunlarda necə iştirak etməliyik, bunu müzakirədə beyin həmləsi də sual verərkən beyin həmləsini həyata keçirəcəm. Resurs dərsliyi ola bilər. İnteqrasiya fəndaxili fənüstü oldu, düzdür? Və mövzuya maraq oyatmaq mütləqdir ki, yəni qeyd edəsiniz. Demək, birinci nə oldu? Mövzum, məqsədim, qiymətləndirmə meyarı. İş forması, inteqrasiya, resurslar 2-ci dərəcəlidir, amma onları da qeyd etməlisiniz. Məsələn, bugün sual veriblər müəllimə ki, niyə beyin həmləsindən istifadə etmirsən çeviklik qabiliyyəti mövzusunda?
Məsələn, mən burada qeyd etdim ki, şagirdlər əgər oyunla, yəni prosesi həyata keçirəcəksə, uşaqlara bir sual verəcəm ki, bu sual qarşısında bir beyinləri fəallığa uğrasın, bir fırtına yaradaq da, beyin fırtınası yaradaq. Görək bu uşaq üçün nə maraqlıdır, nəyi necə anlayacaq. Beyin həmləsi burada öz əksini tapdı. Sonra, baxın, bir də motivasiya, bir də refleksiya önəmli göstəricidir dərsin gedişatında. Mövzuya maraq oyatma ilə cəlb etmə deməkdir. Çevik olmaq istəyirsən, beyin həmləsi də artıq bu. Uşağın beyninə həmlə etdik. Çevik olmaq istəyirsən, uşaq deyir, hə, necə olaram mən çevik? Artıq burada müəllim nə edəcək? Çevik olmaq üçün nələr etməliyik, necə etməliyik? Burada bir göstərici var. Öyrənmə prosesini belə qeyd etmişəm. Sinif bərabər saylı şagirdləri olan bir neçə komandaya bölünəcək. Hər bir komanda qarşısında aralarında 10 metr məsafə olan start və dönmə xətləri çəkiləcək. Start xəttindən 5 metr və 8 metr məsafədə diametri 1 metr olan 2 dairə cızılacaq. Baxın, 2 dairə cızılacaq. Birinci dairəyə 5 top qoyulacaq. Start siqnalı ilə birinci iştirakçılar qaçaraq birinci dairədəki topları bir-bir ikinci dairəyə yığacaq. Dönmə xəttindəki bayrağın ətrafından qaçaraq start xəttinə dayanmış yoldaşına toxunacaq. Bunu bu oyunları biz həmişə keçiririk də. Bu maraqlıdır, bu bayraq oyunu deyirik bəzən. Yəni bunu uşaqlar həyata keçirəcək və bununla da oyundakı çevikliyi bizə göstərmiş olacaq. Və sonra müzakirəyə cəlb edəcək ki, gördünüzmü? Yəni sonuncu iştirakçı daha tez gəldi və yaxud daha gec gəldi, hansı komanda utdu? Düzdür? Baxın, bu mənim dərsimin gedişatı oldu. Mövzuya marağı necə oyatdım? Çevik olmaq istəyirsən sualı ilə. Və bu sual ətrafında uşaq düşünərək bu prosesləri, işləri həyata keçirdi, təlim-tədris prosesini həyata keçirdik, müzakirədən, beyin həmləsindən istifadə etdik, gəldik qiymətləndirmə hissəsinə, refleksiyaya. Bugün dərsimizdə hansı hərəkəti öyrəndik? Məsələn, bugün çeviklik qabiliyyətini, çeviklik nə demək olduğunu, uşaqlarla sual-cavab aparacaq, 3-2-1 üsulundan istifadə edəcək. Yəni, bu qədər bəsitdir əslində, yəni bu çətin bir göstəriciyə malik deyil. Bu fiziki tərbiyə fənni üzrə olan icmal nümunəsidir. Yenə deyirəm, hər bir fənn müəllimi uyğun olaraq elə indicə Google-dan neçənci sinif istəyirsə, yəni fərq etməz, metodik vəsaiti endirə bilər. Necə ki, mən burada sizin üçün, baxın, burada bir metodik vəsait var idi, 4-cü sinif. Onu sizə göstərdim. Yenidən qayıdacağım ona öz yerində. Yəni, deyəcəyim odur ki, müəllim icmal yazmaq istəyirsə, biraz cana özünə əziyyət verib, özü icmalını yaza bilər əslində. Və mahiyyətini də bilirsiniz artıq. Düzdür, mən sizə söz yox, təqdim edəcəm, amma yaxşı olar ki, bir nümunəni də özünüz yazıb mənə göstərəsiz. Mən də rahat olam ki, təkcə müsahibə üçün deyil, hər hansı bir inspeksiya gələn zaman bir metodist, bir müəllim, bir kimsə gəlib baxanda dərsə, görsün ki, müəllim bilir ki, məqsəd nədir, alt standart nədir, mövzu nədən ibarətdir, göstərici nədən ibarətdir, anlayışlı bizim. Məsələn, musiqi üzrə indi mən standartı saxlamışdım burada standart hissəsini ki, birlə başlayan standartı seçəcəkdim ki, orada özüm əl yazma ilə qeyd edim. Ola bilər ki, standartı dəyişərəm. Burada qeyd etməmişəm. Musiqidə də belədir. Məsələn, əziz ana, şirin sözlü ana. Belə bir mövzudur. Biz oradan birlə başlayan, musiqi fənnindən birlə başlayan musiqiçi var da qrupumuzda. Düzdür? Bəli. Deyin görək, musiqinin neçə məzmun xətti var? 3 məzmun xətti var. Aha, Musiqi aləmi, emosional dəyərləndirmə, musiqi fəaliyyəti. bəli. Birinci məzmun xətti dedik ki, musiqi aləmidir. Baxın, birlə başlayan bir qoymuşam ki, mən birlə başlayan standart seçəcəm. İndi burada yazmamışam da, belə deyim. İkinci sinif mövzusudur. Əziz ana, şirin sözlü ana. Baxın, mahnıların musiqi ifadə vasitələri haqqında məlumat verir. Birinci məzmun xətti bir məlumat yönümlülüyə əsaslanır, musiqi aləmindən bəhs edir. Birinci məzmun xəttinə əsaslanıb alt standartı seçmişik. Və bu alt standartdan
məqsəd çıxarmışıq ki, mahnıların musiqi ifadə vasitələri haqqında məlumat verir. Qiymətləndirmə meyarı məqsədimdən çıxarılıb. Elə özü kimi götürmüşəm. Baxın, qiymətləndirmə meyarının özünü. Mahnıların musiqi ifadə etdiyi vasitələri haqqında məlumat verir. Bunu 4 səviyyə üzrə müəyyənləşdirə bilərəm. Çətinliklə məlumat verir, müəllimin köməyi ilə məlumat verir, yaxşı məlumat verir, əla məlumat verir, asanlıqla məlumat verir. 4 səviyyə üzrə müəyyənləşdirəcəm. Səviyyə üzrə. İndi biz onun gündəliyində də yaza bilərik o səviyyələr üzrə, amma açıqlamanı yazacağam. 4-cü səviyyə yazmayacağam. Açıqlamanı yazacağam ki, mahnıların musiqi ifadə vasitələrinin haqqında asanlıqla məlumat verir. Və yaxud da çətinliklə məlumat verir. Məlumat verməkdə çətinlik yaşayır. Yəni indi bu nümunələri özünüz yazacaqsınız. İndi sizin qoyduğunuz o meyara əsaslanacaq da. İndi meyarı vermişəm, sadəcə səviyyələrə bölməyə əsaslanacaq. İş forması kollektiv cütlərlə. Müzakirə beyin həmləsindən istifadə etmişəm üsulu. Hər bir müəllimin ən çox sevdiyi üsuldur. Yəni müzakirə və beyin həmləsi. Fən daxili olacaq, fən üstü olacaq. Fən daxili məzmun xətt arasındadır. Fən üstü həyata keçirəcəyimiz üçündür. Dərsin gedişatı necə ola bilər? Baxın, qısa təsvir edirəm sizə. Birinci mövzuya maraq oyatma ilə başlayın. Mövzuya maraq oyatmaq. Demək, lövhədə söz qurtaran yerdə musiqi danışır ifadəsi yazılır. Öyrənmə prosesində lövhədəki ifadəni necə izah edərsiniz? Uşaqlara sual verirəm beyin həmləsindən. Şagirdləri dinləyirəm. Musiqi necə danışa bilər? Uşaqlara sual verirəm. Şagirdlərin fərziyyələri dinləniləcək. Şagirdlərə musiqi dili haqqında qısa məlumat verin. Və yaxud da ki, müəllim özü məlumat verə bilər. Şagirdlərin diqqəti musiqi Ağabacı Rızayevaya, musiqisi Ağabacı Rızayevaya və sözləri Cahangir Məmmədova məxsus olan Qırmızı Şar mahnısının melodik xəttinə yönələcək və bunu səsləndirəcəyik biz. İndi bizim resurslarımızdan asılı olaraq kompüterdə, elektron lövhədə və yaxud da ki, indi göstərici olaraq səs ucaldan vasitələr ola bilər. Və sonrakı məqamda cütlərlə işə ayrılacaq uşaqlar. Məsələn, Qırmızı Şar mahnısının birinci bəndini səsləndir. Sonra mahnının sözləri ilə melodiyasının istiqaməti arasında əlaqəni şagirdlərə müzakirə edəcəyik. Sonra bugünkü dərsimizin mövzusu nə idi soruşacağam. Sonra uşaqlar musiqi nümunələri ilə tanış oldunuz. Hansı musiqi nümunələrini gördünüz, tanış oldunuz? Dərsdə hansı işləri gördünüz? Dərsdə sizə maraqlı olan nə idi? Bu kimi suallarla şagirdlərə dərsin gedişatını daha da dərinləşdirəcəm, möhkəmləndirəcəm. Və bugün dərsimizdə hansı musiqini öyrəndik sualı verdikdən sonra uşaqlar Əziz Ana, Şirin sözlü ana musiqisini öyrəndiyini qeyd edəcəklər, refleksiya edəcəklər. Niyə mahnıların musiqi ifadə vasitələri haqqında məlumatlı olmalıyıq? Məqsədini biləcəklər və çatmış olacaqlar. Maraqlı oldu dərs sizə müəllimlər. Yəni bu gedişat təxmin olaraq sizin üçün bir obraz kimi formalaşdı. Aha. Yəni dərsin icmalı dərsin gedişatıdır.